Bakıdan rayona balıq tutmağa gedən şəxs faciəvi şəkildə ölüb. Lənkəranda 66 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Hadisə rayonun Vələdi kəndi ərazisində baş verib. Bədbəxt hadisə səhər saatlarında Lənkəran çayda rayonun Vələdi kəndinin arasında qeydə alınıb. Belə ki, 66 yaşlı Əziz Ağayev bura balıq tutmağa gəlib. O özündən gətirdiyi tilovu çaya atmaq istəyərkən ərazidən keçən yüksək gərginlikli elektrik xətti onu vurub. Əziz Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Yaxınlarının dediklərinə görə o uzun müddət imiş Bakı şəhərində yaşayırmış. Balıq ovu həvəskarı olduğu üçün hərdən bir rayona gedirmiş. Doğma xalam oğlu. O Bakıda yaşayan idi. Gəlirdi buraya, balıq həvəskarı idi. Həvəskarı idi elə balığıza tutmaya. Nə bilim, alqası dünən gəlib, mən İsrail gün gəlib. Bugün gedib balıq tutmaya. Biz də evdə idi, zəng elədilər ki, səhər ki, xalolu gedib rəhmətə. Onun meyti aidiyyəti üzrə təhvil verilib. Qeyd edək ki, Əziz Ağayev uzun müddət Dövlət Sosial Müdafiə Fondunun Lənkəran rayon şöbəsində müdiri vəzifəsində işləyib. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Elvin Əkbərov, Yusif Kərimli, Xəzər xəbər.